1 stəkan və 2 xörək qaşığı qədər. Əgər sizdə yumurtalar balacadsa, belə 1 stəkan dolu un bəs eləyəcək. 1 stəkan və 2 xörək qaşığı əlavə etdim. Bunları da qarışdırıram. Və vanil, 1 paçka vanil və 3 xörək qaşığı duru yağ. Bunları belə qarışdırıram. Baxın, belə bir xəmir alınmalıdır. İndi isə tavanı yağlamıram. Elə qaşıqla tavaya hər tərəfdə 1 xörək qaşığı qoyub bişirirəm. Baxın, belə olanda deməli altı bişib və çevirirsiniz. Yapışmır tavaya. Tez hazırlanır və dadlı alınır.